dəstək verən əsas şəxslərdən biridir. Buyurun Fərəcə. Mən bu gün qarı gələn idmançıları təbrik edirəm. Həm də onlarla döyüşən idmançıları da təbrik edirəm. Çünki ona qarşı tərəf olmazsa qalib olmaz. Və bu bir yarışdır, təbii ki, qismən bir-birinin olmaq məsələsi göstərsə də, əslində burada bərabər səviyyədə bir neçə məsələ səhvdir, hamı tərəfindən. Bir, Azərbaycan gəlsin örnəkdir, sağlam, həm ruhən həm də bizim cəhətdən sağlam bir gəlsin yetişir burada. İkinci, Azərbaycanın gələcəyi yetişir burada, bu çox mühüm məsələdir. Və üçüncü, bayaq qeydini olduğu kimi, Azərbaycanın yaşlı nəslində, bugün döyüşməli olan nəslinə bir örnek göstərilir ki, daim döyüşmək və qalib gəlmək ərzində olmaq lazımdır. Bu da çox mühüm məsələdir. Mən təşkilatçılara, hörmətli məşqçilərə, klubun rəhbərliyinə ona görə təşəkkür edirəm ki, bu əzəmətli tədbiri həm də Azərbaycan müstəqillik 20-liyinə bir təzadlı rəhbərliklər hazır etdilər. Və hesab edirəm ki, bu həm də Azərbaycan müstəqilliyinə bir sahibədir. Üstəlik Rami Səfərovun xüsusən tanınması Azərbaycanda vətənpərvərlik hisslərinin yuxarı səviyyədə olması üçün bir örnək göstərilir və o deməkdir ki, həm Rami və özü orada rahat olacaq ki, mən udulmuram. Hamımız dünyamızı dəyişəcək, insanların haqs dünyasını dəyişir, amma yaşamağı bacarmaq və dünyasını dəyişəkdən sonra yaşamağı bacarmaq lazımdır. Rami kimi kişilər, Mübariz bəy kimi kişilər fiziki mənada ölümündən sonra yaşayırlar və onlar yaşadığında da sizlərsiniz. Sizlər uzun onun əziz xatirəsində döyüşdünüz. Mən sizin videoletlərə baxmışdım, ermənilərlə döyüşdə göstərdiyiniz şücatı görmüşdüm. Sizinlə mən fəxr edirəm. Və mən bir daha sizə də, sizin məşqçilərə də, bu şərait yaradan hər bir kəsə də, bütün idmançılarla təşəkkür edirəm. Millətin ruhən mükəmmel olması üçün, ruhən sağlam olması üçün, fiziki cəhətdə onun sağlam mükəmmel olması çox vazifətdir. Klub fiziki mənada hamını birləşdirməklə bərabər idmançılar ruhəndə bir yerdə olurlar və mən arzulayıram ki, biz gələcəkdə bütün Azərbaycanı sizlərlə qura bilər. Məqamimiz sizlərin hesabı üstündə, sizlərin hesabı ayaq üstündə qalsın. Siz bizim qürur yerimizsiniz, mənim üçün şərəfdir sizin tərəfinizdə iştirak eləmək. Sizlərlə qura arzulayıram, bundan sonra da bütün imkanlarımızdan inşallah ki, hazır olsun. Mən sizin hamınızın məşqçiləri, idmançıları, hamı təbii ki. İndi isə sözü Azərmet şirkətinin icraçı direktoru Asim Kazımova vermək istəyirəm. Qeyd edib ki, bu Azərmet şirkəti də bizim təşkilatı dəstəyimizdir. Buyur. Çox sağ olun. Mən də bütün idmançı qardaşlarımın hər birini təbrik edirəm. Onları sağlayıram və o cümlədən qonaqları, iştirakçıları və tədbirin təşkilatçıları. Samir və çox sağ olun verirəm ki, bu günləri belə gözəl şəkildə tədbir təşkil etmişdir və əsas mənim son xüsusi diqqətini çəkən Rami Səfərovdan bağlı olmaz. Mən Qərbi Azərbaycanlı kimi həmçə düşünürəm ki, bizim milli qəhrəmanlarımız Azərbaycanın dövlətçiliyi uğrunda, milləti uğrunda əlindən gələnlər heç vaxt unudulmamalıdır. Ən azı bizdən sonra gələnlərdə buna baxıb davam edəcəkləri yoldur. Rami Səfərov qeyd olduğu kimi öz azadlığını dövlətinin, millətinin yolunda tadaylar. Və biz hər bir Azərbaycanlı kimi bunu daşımağa borcluyum. Çox sağ olun və hər şeyə görə minnətdaram. Sağ olun. Samir Həsənovdur və sözü verib Samir bəyə. Buyurun verin. Çox sağ olun, değerli qonaqlar, əziz idmançılar, bizim millət vəkili, Milli Tirsal Şəhərlərinin sədri Fərəz bəy, Asım bəy burada iştirakçılığımıza təşkilatı dəstək olduğuna görə hamısına təşəkkürümü bildirirəm. Əziz idmançılar, bugünkü yarışımız Zənilvan qrupunun keçirdiyi yarış Azərbaycanın ikinci doğulu Qazaxıstanda Seymur bəy düz qeyd elədi. Rami Səfərov adına asılan üçüncü qalımızdır və bu bizim üçün fəxrdir. Bütün idmançılardan Rami Səfərov kimi, Mübariz İbrahimov kimi igid oğullar yetirməsini, yetişməsini istəyirəm. Əməli qonaqları salamlayıram, idmançıları salamlayıram, hamısını salamlayıram, basılış günündə. Mən baxdım, idmançılara da baxdım, sizlər də gələn qonaqlara da çox sevindim. Yəni, hiss olunan idmanda bir çəliş var, idmanlar da var gedir, ki, boksdan mühakimədə fərqi
fərqi yoxdur. Hamısı idmançılarımızdır, hamısı bizim bağlarımızdır, əzizlərimiz. İdmanda da nəticələrlə davamda getməyi sənə təşəkkür edirəm, uğurlar arzulayıram. Belə sözlərində sənə dəstək olacaq həməşə. Hər yerdə bütün dünya yarışlarında Azərbaycanın layiqində təmsil etməyə nazırlar. Təbrik edirəm, sağ olun. Bir sıra bizim hamıya verilecek.